Pankisidə terror təşkilatı olan İslam Dövlətinin üzvləri saxlanılıb. Söhbət Gürcüstanın 3 vətəndaşından gedir. Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə əməliyyat zamanı odlu silahlar, partlayıcı maddələr, döyüş sursatı və texniki avadanlıqlar götürülüb. Gürcüstanın baş naziri Avropa strukturlarının rəhbərlərinə açıq məktubla müraciət edib. Məktub Avropa Komissiyasının prezidenti Ursula von der Leyenə, Avropa Şurasının prezidenti Antonio Costa və Avropa Parlamentinin prezidenti Roberta Metsolaya ünvanlanıb. İraqli Obaxidzenin sözlərinə görə Avropa bürokratiyasının Gürcüstana münasibətdə qəbul etdiyi qərarlar nəticəsində siyasi dialoq bir tərəfli qaydada dayandırılıb və buna görə o müəyyən məsələlərlə bağlı onlara açıq şəkildə suallar ünvanlamağa məcbur olub. Baş nazir vurğulayıb ki, Gürcüstan Avropa dəyərlərinə əsaslanan ölkədir. Məktubda Avropa dəyərləri sistemi və demokratiyanın anlaşması məsələsinə diqqət yetirilir. Qobaxidze xüsusilə Kopenhagendə baş verən hadisələrə münasibətlə maraqlanır. Onun sözlərinə görə dinc aksiya iştirakçılarına qarşı əvvəlcə dəyənəklərdən, daha sonra isə itlərdən istifadə olunub. Düşən əzələ distrofiyasından əziyyət çəkən uşaqların valideynləri bu dəqiqələrdə Katolikos Patriarx 3-cü Şio ilə görüşürlər. Patriarxlıqda artıq 29 gündür aksiya keçirən şəxslər də iştirak edirlər. Onların sözlərinə görə Patriarxa ölkəyə gətirilməsini tələb etdikləri və uşaqların həyatının uzadılması üçün vacib hesab etdikləri dərman barədə məlumat təqdim edəcəklər. Nadir xəstəliklərin müalicəsi və dərmanlarla əlçatanlıq məsələsi Səhiyyə Nazir tərəfindən xarici həmkarlar və beynəlxalq təşkilatların nümayəndələri ilə keçirilən görüşdə müzakirə olunub. Müzakirələr Cenevrədə baş tutub. Gürcüstan nümayəndə heyəti burada Ümumdünya Səhiyyə Ansambleyasının 79-cu sessiyasında iştirak edir. Mikhail Sajoyladze Belçikanın Federal Səhiyyə Nazirliyinin baş katibi, Polşanın Səhiyyə Naziri və beynəlxalq tərəfdaş təşkilatların nümayəndələri ilə görüşüb. Əsas mövzu nadir xəstəliklərin müalicəsi üçün yeni preparatlara çıxış imkanları və müxtəlif ölkələrin təcrübəsi olub. Avropa Gənclər Kartı Gürcüstanda rəsmi olaraq fəaliyyətə başlayıb. Layihə Gürcü gənclərinə Avropa üzrə 25.000 xidmət və imkandan endirimli şəkildə yararlanmaq imkanı verir. Layihə Avropa Şurasının dəstəyi ilə həyata keçirilir və artıq 40 ildir ki, Avropada 9 milyondan çox gənc üçün səyahət imkanları yaradır. Burada səyahət, əyləncə, mədəniyyət, idman və digər sahələr daxildir. Daxili İşlər Nazirliyində yeni xüsusi idarənin yaradılması ilə bağlı siyasi qiymətləndirmələr davam edir. Hakim komanda təşəbbüsü vacib hesab edir və bildirir ki, müxtəlif qruplar cəmiyyəti parçalamaq üçün məqsədli şəkildə nifrət dilindən istifadə edirlər. Müxalifət isə nifrət ritorikasında məhz Gürcü arzusunu ittiham edir. Xatırladaq ki, Daxili İşlər Nazirliyində yaradılan yeni xüsusi idarə ictimai məkanda nifrət dili, təhqir edici kampanyalar və aqressiv kommunikasiya hallarını monitorinq edəcək və müvafiq tədbirlər görəcək. Strasburq məhkəməsi Milacə Gürcüstana qarşı işi üzrə qərarını açıqlayıb və dövlət rəsmilərinə qarşı açıq şəkildə edilən təhqiramiz və qeyri-senzuralı ifadələrini söz azadlığı çərçivəsini aşdığı təsdiqləyib. İş 2022-ci ildə TikTok platformasında yayılan video aididir. Həmin videoda vətəndaş fəalı İraqli Milacə Tbilisi meri, meriya əməkdaşlar və polis haqqında təhqir edici ifadələr işlətmişdi. Milli məhkəmələr ona minimum məbləğdə 500 lari cərimə tətbiq etmişdi. Strasburq məhkəməsi qərarında bildirib ki, bu ifadələr siyasi tənqid deyil, dövlət nümayəndələrinin təhqir olunmasına yönəlmişdi. Şida Kartlivam Mtsxetam Tiyaneti dairə prokurorluqlarının əməkdaşlarına yeni rəhbər təqdim olunub. Baş prokuror bildirib ki, Teymuraz Lomtadzenin prokurorluq orqanlarında 20 illik iş təcrübəsi var. O, indiyədək Qərbi Gürcüstan dairə prokurorunun müavini vəzifəsində çalışıb. Görüşdə prokurorluğun fəaliyyətinin əhəmiyyəti və regionda cinayətkarlıqla mübarizə sayəsində mövcud çağırışlar müzakirə olunub. Gürcüstanın Daxili İşlər Naziri Azərbaycanın Daxili İşlər Nazirliyinin daxili qoşunlarının hərbi hissəsində olub. Nümayəndə heyəti hərbi texnika və infrastrukturla tanış olub. Həmçinin bölmənin imkanları və fəaliyyət istiqamətləri barədə məlumat alıb. Səfər çərçivəsində iki ölkənin nazirləri arasında görüş keçirilib və tərəflər əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.
Gürcüstan Ümumdünya Səhiyyə Assambleyasının 79-cu sessiyasında iştirak edir. Cenevrədə Səhiyyə Naziri və Parlamentin Səhiyyə Komitəsinin sədri Zaza Lominadze iştirak edirlər. Sessiya çərçivəsində nazir ilkin səhiyyə xidmətlərinə həsr olunan panel müzakirəsində çıxış edib. Onun sözlərinə görə universal səhiyyə proqramı tip xidmətlərə çıxış əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Lakin effektiv və profilaktikaya yönəlmiş sistemin qurulması üçün ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi vacibdir. Mixail Sajoyladzenin sözlərinə görə xüsusi diqqət xroniki xəstəliklərin erkən aşkarlanması və idarə olunmasına yönəldilir.